Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə mexaniki dalğalar və onların növləri ilə tanış olacağıq. Gəlin başlayaq. İlk slaydda bizdə dalğaların təsviri haqqında şəkil verilmişdir. Ümumiyyətlə dalğaları biz real həyatda bir çox yerlərdə rast gələ bilərik. Onlar haqqında geniş məlumatı məhz bu dərsimizdə sizinlə geniş formada öyrənəcəyik. Növbəti slaydda deyilir ki, yağış damcıları durğun su səthində konsentrik dairələr yaradır və bu dairələr damcının düşdüyü nöqtədən bütün istiqamətlərə yayılır. Yəni bunları əslində biz dalğalara aid edə bilərik. Su səthində belə mənzərənin yaranmasına səbəb nədir? Konsentrik dairələrlə ətrafa nə daşınır? Ümumiyyətlə hər hansı bir su səthinə yağış damcısı düşən zaman bu zaman görə bilərik ki, onun ətrafında konsentrik formada dairələr yaranır. Sanki dairələr dalğavari formada ətrafa yayılır və yayılarkən bir növ dalğanı müşahidə edə bilərik suyun səthində və həmçinin ətrafı daşındığını deyərdə bizdə ətrafı daşınan enerjidir. Yəni çünki burada dalğanı təşkil edən atom və molekulların yerini dəyişməsi baş vermir. Gəlin bunu geniş formada öyrənək. Belə bir təcrübə də verilib. Məsəl üçün, əgər biz hər hansı bir suyun içərisində daş atsaq və yaxud daş atsa, bu zaman onun ətrafında müəyyən dalğalar yaranacaq və onun yanında olan topu baxsaq, görərik ki, top yerini dəyişmir, həmin nöqtədə qalır. Sadəcə yerini dəyişən dalğadır. Yəni dalğalar müəyyən bir nöqtədən digər nöqtəyə doğru hərəkət edir və burada biz açıq-aydın görə bilərik ki, burada hərəkət edən dalğanın zərrəcikləri deyil, sadəcə müəyyən zərrəciklər arasındakı enerjinin bir nöqtədən digər nöqtəyə ötürülməsi baş verir. Həmçinin dalğaları biz əgər biz küvet götürsək, onun üzərində də müşahidə edə bilərik. Tutalım bir halda biz küvetin içərisindəki suya karandaşı şaquli istiqamətdə hərəkət etdiririk, yəni yuxarı aşağı istiqamətdə ki, bu zaman D formasında şəkil alınır, yəni konsentrik çevrələr alınır. Əgər biz xəttkeşi əvvəlcə dar tili, sonra enli tili su səthinə şaquli döyəcləsək, bu zaman şəkildəki kimi formada dalğalar yaranar. Biz indi bu dalğalar haqqında daha geniş məlumat əldə etmək üçün bəzi slaydlara baxaq. Dalğalar laboratoriyada müşahidə etmək üçün adətən biz bunu kiçik miqdarda sudan ibarət dayaz şüşə altlıqlı çən götürürük və üzərində işıq sudakı dalğaları ən aşağı döşəmədə əks etdirir. Şəkildə də görürsünüz. Bu zaman iki növ dalğa müşahidə olunur. Şəkildə görə bilərsiniz, lampa var, taxta lövhə var, ağ lövhə var, xəttkeş, enerji mənbəyi, mühərrik. Əgər dalğa çənində taxta lövhə götürüb onun suyun səthinə toxundurmaqla yuxarı və aşağı hərəkət etdirsək, bu zaman suyun səthində bərabər şəkildə paylanmış düz dalğaların yarandığını müşahidə edə bilərik. Əgər sferik ucluqlu suyun səthinə toxunduraraq yuxarı və aşağı titrəmə hərəkətləri etdirsək, bu zaman suyun səthində dairəvi dalğaların yarandığını müşahidə edərik. Buradan da görünür ki, lövhə yuxarı və aşağı hərəkət edir, lakin dalğalar üfüqi istiqamətdə hərəkət edir. Yəni bizdə sferik ucluqlu yuxarı aşağı hərəkət etməsinə baxmayaraq, dalğalar isə üfüqi istiqamətdə hərəkət edir. Təcrübədən görünür ki, konsentrik su dalğaları suyun səthi boyunca qabarıq və çökəkliklər formasında yayılır. Suyun səthində qabarıq və çökəkliklər formasında yayılan su zərrəciklərinin rəqsi hərəkətidir. Belə ki, su zərrəcikləri müəyyən nöqtədə yaranan rəqsi hərəkəti suyun qonşu zərrəciklərini verməklə rəqsi hərəkəti yeni zərrəciklər cəlb olunur. Şəkildə də bunu görə bilirsiniz. Nəticədə hər tərəfə yayılan və bir-biri ilə qarşılıqlı təsirdə olan zərrəciklərin rəqsi hərəkəti yaranır. Dalğa anlayışına işığın, səsin və digər hadisələrin təbiətini müəyyənləşdirmək üçün istifadə olunur. Dalğalar daha sadə halda dəniz və ya göl səthində rast gəlmək olar. Bunu biz gündəlik həyatda müşahidə etmişik. Dalğa maddədə baş verən rəqsin zaman keçdikcə yayılma prosesidir. Maddə dedikdə biz mühit də nəzərdə tuturuq. Əgər hər hansı bir mexaniki rəqs və ya rəqs bir mühitdə yayılırsa, bu zaman burada dalğa yaranır. Suyun üzərindəki dalğanın rəqsi hərəkəti suyun deyil, suyun zərrəciklərinin rəqsi hərəkəti nəticəsində baş verir. Yəni biz burada görə bilərik ki, suyun
suda maddə daşınması baş vermir. Yəni zərrəciklər bir nöqtədən digər nöqtəyə hərəkət etmir. Sadəcə onun daxilindəki zərrəciklər müəyyən rəqsi hərəkət edərək öz enerjisini ötürür. Adətən suyun səthindəki dalğalar əsasən iki formada olur. Düz və dairəvi formada. Düz formada dalğalara biz günəş işığını bənzəyir, görə bilərik. Günəş şüaları həmişə düz xətt boyunca yayılır. Bunu geniş şəkildə gələcək siniflərdə sizinlə tanış olacaq. Dairəvi formada dalğalar isə hər hansı bir lampanın ətrafında olan işığa bənzəyir. Yağış damcıları suya səthində düşdükdə onun səthində də konsentrik dairələr yaranır və bu dairələr ətrafa yayılır. Belə hadisə dalğa adlanır. Üçün bu şəkildə görə bilərsiniz. Su səthində yağış damcısı düşən zaman yaranan dalğaları görə bilərsiniz. Konsentrik dalğalar, dairələr ümumiyyətlə dedikdə, riyaziyyat dərsindən də keçmişsiniz, mərkəzləri eyni olan, lakin radiusları fərqli olan dairələr nəzərdə tutulur. Mexaniki dalğalar, mexaniki rəqslərin zaman keçdikcə mühitdə yayılma prosesidir. Mexaniki rəqs anlayışını biz əvvəlki 7-ci sinifdə sizinlə tanış olmuşuq. Əgər həmin rəqs bir müddət mühitdə yayıla bilirsə, bu zaman orada mexaniki dalğa yaranır. Mexaniki dalğanın mənbəyi rəqs edən cisimdir. Yəni, onu təşkil edən zərrəciklərdir. Görürsünüz, şəkildə də görürsünüz. Mexaniki dalğaların yayılması üçün mütləq mühit olmalıdır. Mühit ola bilər bərk, maye və ya qaz şəklində olur. Mexaniki dalğa mühitdə yayılarkən mühitin formasında dəyişiklik baş verdiyindən burada elastiklik qüvvəsi meydana çıxır. Belə mühit elastik mühit, belə dalğa isə elastik dalğa adlanır. Mexaniki dalğa yaranarkən iki hadisə baş verir. Bir, mühitin rəqsi hərəkəti baş verir, yəni mühitdə olan atom və molekulların, zərrəciklərin hərəkəti baş verir. Dalğa yayıldığı mühitin zərrəciklərinin rəqsi hərəkəti. Bu zaman həmin bu zərrəciklər öz tarazlıq vəziyyətində, yəni müəyyən bir nöqtə ətrafında rəqsi hərəkət edir və dalğada maddə daşınması baş vermir. Yəni burada hərəkət rəqsi hərəkətdir və zərrəciklər bir nöqtədən digər nöqtəyə doğru yerini dəyişmir. İkincidə isə mühitdə forma dəyişikliyi baş verir. Yəni dəniz dalğalarında qabarıq və çökəklərin su səthi boyunca yayılmasını göstərmək. Mexaniki dalğa yayılarkən özü ilə enerji daşıyır. Yəni burada da görürsünüz ki, zərrəcik müəyyən bir nöqtə ətrafında hərəkət edir, rəqsi hərəkət edir. Lakin burada enerji daşınması baş verir. Yəni bir nöqtədən digər nöqtəyə enerji daşınır. Lakin maddə daşınması baş vermir. Mühiti zərrəciklərin qonşu zərrəciklərlə qarşılıqlı təsiri olur. Yəni bunlar qarşılıqlı təsirdə olaraq enerjilərini bir nöqtədən digər nöqtəyə doğru hərəkət edib ötürürlər. Dalğa mühitdə maddə daşınması deyil, enerji daşınmasıdır. Yəni biz də yenə də deyirik, burada zərrəciklərin heç bir hərəkətindən, yəni yerini dəyişməsindən söz gedə bilməz. Yalnız onların enerjisinin bir nöqtədən digər nöqtəyə ötürülməsi baş verir. Baxın, burada da məsələn dalğanı göstərir. Adətən dalğa nə qədər çox olarsa, burada enerjinin çox olduğundan xəbər verir. Dalğa nə qədər az seyrək olarsa, burada enerjinin az olduğundan xəbər verir. Ümumiyyətlə, mexaniki dalğalar vakuumda yayılmır. Ümumiyyətlə, vakuum deyəndə bilirik ki, havasız mühit nəzərdə tutulur. Havasız mühitdə də heç bir zərrəcik olmadığından mexaniki dalğalar vakuumda yayıla bilmir. Bəzi suallara baxaq mövzuya dair. Bizdən soruşulur, dalğa hansı səbəbdən yaranır? Ümumiyyətlə, dalğanın yaranması üçün rəqsi hərəkət mövcud olmalıdır. Rəqsi hərəkət adətən mühitdə yayılan zaman artıq orada dalğa yaranır. Dalğa mexaniki rəqslərdən nə ilə fərqlənir? Mexaniki rəqslər müəyyən bir cismin, yəni rəqs edən cismin müəyyən tarazlıq vəziyyəti ətrafında daim olaraq təkrarlanmasıdır. Lakin dalğada biz deyirik ki, həmin rəqsi hərəkətin müəyyən bir mühitdə yayılmasıdır. Növbəti slaydda bizə deyilir ki, maillərdə dalğanın yayılması qabarıq və çökəkliklərin bir-birini əvəz etməsi formasında müşahidə olunur. Bəzən güclü küləklərin təsiri ilə okeanlarda nəhəng dalğa qabarıqları və dərin dalğa çökəklikləri yaranır. Bərk cisim və qazlarda belə forma dalğalar yarana bilirmi?
dalğalar forma dəyişikliyi nədən asılıdır? Yəni bizdən soruşulur ki, biz bunu dəniz suyun səthində geniş formada dalğaların yayıldığını görə bilərik. Lakin biz onu bərk cisim və qazlarda görəsə müşahidə edə bilərikmi? Bunu biz geniş formada yenə də bu dərsdə öyrənəcəyik. Gəlin ümumiyyətlə dalğaların iki növü var. Gəlin həmin dalğaların növləri ilə tanış olaq. Dalğaların növləri ilə tanış olmamışdan qabaq bizdə belə bir təcrübə aparılır. Bir təcrübədə bizdə ipi yuxarı və aşağı şaquli istiqamətdə hərəkət etdirilir. İkinci halda elastik yağ sağa və sola formada hərəkət etdirilir. Bu zaman iki növ dalğa əldə etmiş olarıq. Bu dalğalar arasında nə kimi fərqlər var və bu dalğalar hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir? Bunu növbəti slaydda tanış olaq. Ümumiyyətlə mexaniki dalğaların iki növü var. Enine və uzunluğa dalğalar. Enine dalğalar dedikdə mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikular olur. Yəni bu formada biz enine dalğa deyirik. Yenə də burada şəkildə görünür. Rəqsi zərrəciklərin rəqsi istiqaməti tutalımızda bizdə yuxarı və aşağıya doğru hərəkətdir. Amma dalğanın istiqaməti isə üfüqi istiqamətdə baş verir. Biz burada görə bilərik ki, burada qırmızı və yaşıl xətlər bir-birinə perpendikulyar istiqamətdə yönəlmişdir. Bu zaman burada enine dalğanı görə bilərik. Enine dalğalarda adətən forma baxımından qabarıq və çökəkliklərdən ibarətdir. Şəkildə də sizdə görünür. Qabarıq və çökəkliklər. Çünki əgər zərrəciklər yuxarı və aşağı şaquli istiqamətdə hərəkət edirsə, bu zaman orada qabarıq və çökəkliklər yaranacaq. Yenə də bu şəkildə görə bilərsiniz qabarıq və çökəklikləri. Enine dalğa mühit deformasiyaya məruz qalır. Yəni o rəqslərin istiqaməti boyunca formasını dəyişir. Mühitdə növbə ilə qabarıq və çökəkliklər yaranır və təkrarlanır. Enine dalğalarda zərrəciklərin rəqsi hərəkəti yuxarı və aşağıya doğru hərəkət edir. Yəni rəqs yuxarı və aşağıya doğru şaquli formada baş verir. Enine dalğanın qabarıq hissəsində zərrəciklərin rəqsi hərəkəti normal səthdən biraz yuxarıda olur. Ona görə də onun yer dəyişməsi müsbət olur. Lakin çökəkli hissəsi isə normal səviyyədən aşağıda olduğundan onun yer dəyişməsi mənfi olur. Enine dalğalar bərk cisimlərdə və maini səthində yayılır. Bu şəkildə mövcuddur. Bərk cisimlərin daxilində və səthində enine dalğaların yayılması üçün maddə zərrəcikləri arasında cismin formasının dəyişməsi, yəni mane olan qüvvələrin yaranması lazımdır. Bu əsasən bərk cisimlərdə mövcud olan elastiklik qüvvəsidir. Enine dalğalar mayenin səthində olan dalğaları da misal göstərir. Dayaz məhdud sahili mayələrin səthində əmələ gələn dalğa da eninə yayılan dalğadır. Məsələn, tar, saz, gitara, digər musiqi alətlərinin simlərinə mizrabla və ya barmaqla edilən təsirlər sim boyu yayılan eninə dalğalardır. Uzunluq dalğalardan dedikdə, uzunluq dalğalar mühit zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. Şəkildə də bunu açıq aydın görə bilirsiniz. Uzunluq dalğada mühitin zərrəcikləri rəqsi hərəkətin yayılma istiqamətinə paralel olduğu dedik. Və şəkildə də görürsünüz ki, zərrəciklər üfüqi istiqamətdə hərəkət edir, dalğa da həmin üfüqi istiqamətdə hərəkət baş verir. Uzunluq dalğada zərrəciklərin rəqsi hərəkəti sağa və sola doğru hərəkət edir. Həmçinin yayda da bunu görə bilərsiniz, sağa və sola doğru hərəkətdir. Uzunluq dalğalarda adətən forma baxımından və sıxlaşma və seyrəkləşmədən ibarətdir. Yəni bir də nöqtələrdə, bəzi yerlərdə biz görə bilərik ki, zərrəciklər daha sıx yerləşmişdir. Bəzi yerlərdə görə bilərik ki, zərrəciklər daha seyrək yerləşmişdir. Bu şəkildə də siz görə bilirsiniz. Həmçinin bax, səsin ötürülməsi, adətən uzunluq dalğalara səs dalğalarını da aid etmək olar. Burada da bax, sıxılma və seyrəkləşmədən ibarətdir. Uzunluq dalğalarda dedik ki, zərrəciklərin sıxlaşması və seyrəkləşməsi növbə ilə təkrarlanır. Yəni mühitdə həcm dəyişikliyi baş verir və o da təkrarlanır. Onların uzunluğa yayılması üçün maddə zərrəciklərinin cismin həcminin dəyişməsinə mane olan qüvvələrin yaranması lazımdır. Bu mühitlərdə mövcud olan təzyiq qüvvəsidir. Onların uzunluğa yayılması üçün zərrəciklər arasında dedik ki, burada həcm dəyişikliyi olur. Çünki
əgər bir mühitdə zərrəciklər sıx, mühitin müəyyən hissələrində sıx, müəyyən hissələrində seyrəkdirsə, burada həcm dəyişikliyi baş verir. Bir hissəsində həcm daha çox, digər hissəsində həcmi az olur və bu nəticədə təzyiq qüvvələri meydana çıxır. Uzunluğa dalğalı sıxlaşma hissəsində biz görə bilərik ki, zərrəciklər daha sıx formada yerləşmişdir. Burada deyə bilərik ki, sıxlıq daha böyükdür, təzyiq də böyük olacaq. Çünki zərrəciklərin bir-birinə qarşılıqlı təsiri daha böyük olacaq. Həcm isə kiçik olacaq. Çünki az yerə tutacaqlar və həcmi kiçik olacaq. Amma seyrəkləşmə hissəsində biz görə bilərik ki, adətən burada sıxlıq daha kiçikdir. Çünki zərrəciklər daha az seyrək yerləşmişdilər. Seyrək yerləşdiyindən sıxlıq azalır. Təzyiq də azalır, çünki bir-birlərinin qarşılıqlı təsiri azalır. Həcm isə böyükdür, çünki daha çox böyük bir hissəni tutmuşlar. Uzunluq dalğalar bütün mühitlərdə yayılır. Bərk cisim, maye və qazlarda yayılır. Baxın, uzunluq dalğaları biz göstərə bilərik hər hansı səs dalğasını, yəni hər hansı bir musiqi alətindən yaranan səs dalğasını göstərə bilərik. Enli dalğalarını isə işıq dalğalarını göstərə bilərik. Bunları yenə də deyirəm, geniş formada keçəcəyik. Enli dalğalara deyə bilərik ki, işıq dalğaları dedik. Gölün səthində olan dalğalar, simli alətlərdə yaranan dalğalar, zəlzələdə seismik dalğalar, tsunami dalğalarını göstərə bilərik. Həmçinin rentgen şüalarında, yəni ümumiyyətlə işıqla bağlı dalğalar enli dalğalardır. Gərilmiş sim, gərilmiş ip, bu şəkildə göstərə bilərik. Enli və uzunluq dalğalar arasında fərqə baxsaq görərik ki, hər ikisində dalğanın hərəkəti sağa doğrudur, üfüqi istiqamətlidir. Sadəcə zərrəciklərin, enli dalğada zərrəciklərin istiqaməti şaquli yuxarı aşağı hərəkət edirsə, uzunluq dalğada zərrəciklərin istiqaməti sağa və sola hərəkət edir. Uzunluq dalğaları da müxtəlif musiqi alətlərindən yaranan dalğaları götürmək olar. Dəmir yol relslərində olan dalğalardır. Stetoskoplar tipdə geniş istifadə olunur. Səs ucaldandakı səslər, çünki bu səs dalğalarıdır. Mobil telefonda da olan səs dalğaları, qan damarlarının yaratdığı dalğalar, xəbərdarlıq sistemlərini yaradır, çünki bu da səslə bağlıdır. Göydələnlərdəki dalğaları biz burada uzunluq dalğalara aid misal göstərə bilərik. Həmçinin mikrofondakı danışıq səsi, danışanda çünki səs dalğası yaranır. Əl çalan zaman yaranan, orada da səs yaranır. Tsunami dalğalarını götürə bilərik, uzunluq dalğalar. Zəlzələni götürə bilərik. Səs ucaldıcı, orada da axı səs dalğası yaranır. Titrəyən nağara başları, yəni bu zaman o hissədə də səs dalğası yarandığından uzunluq dalğaları nümunə göstərmək olar. Uzunluq dalğalara dedik ki, havada yayılan səs dalğalarını misal göstərmək olar. Yəni harda biz səs dalğalarına rast gəlsək, biz bilməliyik ki, orada uzunluq dalğalar mövcuddur. Mexaniki dalğalara ümumiyyətlə qrafik olaraq dalğalı xəttlə göstəririk. Şəkildə də görürsünüz. Mexaniki dalğaların qrafik təsviri ardıcı olaraq qabarıq və çökəkliklər formasındadır və onlardan ibarətdir. Burada X oxu normal səviyyəni göstərir. Y oxu isə normal səviyyədən nə qədər, vəziyyətin nə qədər dəyişdiyini göstərir. Bu slaydda isə biz mexaniki dalğalar və onların növlərinə aid bəzi tapşırıqlara baxaq. Bu tapşırıqlarda birində deyilir ki, verilən xassənin hansı növ dalğaya aid olduğunu uyğun xanada müsbət işarəsi yazmaqla tamamlayın. Birinci deyir, mühit zərrəciklərinin sıxlaşma və seyrəkləşməsinin növbə ilə təkrarlanmasıdır. Sıxlaşma və seyrəkləşmə bilirik ki, uzunluq dalğalardadır. Sonra ikincidə deyilir, mühit zərrəciklərinin qabarıq və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Bu enli dalğalardır. Üçüncüdə mühit zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paraleldir. Paralellik demişik uzunluq dalğalara aiddir. Mühit zərrəciklərinin rəqsi dalğanın yayılma istiqaməti perpendikulyardır. Perpendikulyarlıq enli dalğaya aiddir. Zərrəciklər mühitdə irəli və geri rəqsi hərəkət edir. İrəli geri deyəndə bu zaman uzunluq dalğa götürürük. Mühitdə aşağı yuxarı deyirsə enli dalğalardır. O bütün elastik mühitdə yayıla bilir. Uzunluq dalğalar bütün mühitdə. Bərk cismin və mayenin səthində isə deyirik enli dalğaya aiddir. Demək bu tapşırıqlarda biz bu tapşırıq adətən şifahi xarakterli tapşırıq oldu. Biz bildiyimiz qaydanı həmin bu tapşırıqda tətbiq etdik. Keçək növbəti tapşırığa.
Növbəti tapşırıqda bizdə deyilir ki, mexaniki dalğaların yaranması üçün hansı şərt ödənməlidir? A. Bir neçə təcrid olunmuş rəqs mənbəyi, təcrid olunmuş maddə zərrəcikləri, rəqs mənbəyi və ayrılmaz elastik mühit, yalnız elastik mühit və rəqs mənbəyi və vakuumu. Ümumiyyətlə, dalğanın yaranması üçün ilk növbədə bizdə mühit olmalıdır, yəni elastik özü mühit olmalıdır və rəqs mənbəyi, çünki dalğanın yayılması üçün rəqsi hərəkət mövcud olmalıdır və rəqsi hərəkət sonra mühitdə yayılmalıdır. Ona görə də burada C variantını götürəcəyik. Digər tapşırıqda deyilir ki, mexaniki dalğaların yayılması prosesində nə baş verir? Ümumiyyətlə, yayılma prosesində ümumiyyətlə enerji daşınması baş verir. Biz dedik ki, zərrəciklərin bir nöqtədən digər nöqtəyə doğru yerini dəyişməsi olmur. Yəni, maddə daşınması baş vermir. Yalnız enerji daşınması baş verir. Digər tapşırığa baxsaq, şəkildə təsvir olunmuş dalğalardan hansının eninə, hansının uzunluğuna olduğunu müəyyən edin. Şəkildə görə bilərik ki, burada rəqsin istiqaməti yuxarı aşağı, amma dalğanın istiqaməti sağadır. Yəni, birinci bu şəkil bizdə verilən birinci şəkil bizdə eninə dalğadır. Yəni, bunu eninə aid etmək olar. Amma ikinci şəkil isə uzunluğuna dalğalardır. Çünki dalğanın istiqaməti zərrəciklərin hərəkət istiqamətinə paraleldir. Uzunluğu 1 kilometr olan metal borunun bir ucuna çəkic ilə vurduqda, digər ucuna da çəkiclə zərbə səsi eşidilir. Metal vasitəsilə yayılan bu dalğalar eninə dalğalardır, yoxsa uzunluğuna? Ümumiyyətlə, bizim məsələnin şərtində deyilir ki, səs eşidilir. Səs, ümumiyyətlə, səs dalğası aiddir bizdə uzunluğuna dalğalar. Biz bunu dedik. Yəni, uzunluğuna dalğalara, səs dalğalara aid olduğundan bizdə burada nümunədə də uzunluğuna dalğalardan danışılır. Şəkildə mexaniki dalğa havada yayılarkən hava molekullarının hərəkəti təsvir olunub. Molekulların bəzi hissələrində sıx, bəzi hissələrində seyrək olmasının səbəbi nədir? Ümumiyyətlə, biz bunları daha geniş formada keçəcəyik sizinlə növbəti səs dalğaları mövzusunda. Ümumiyyətlə, bəzi yerlərində biz görə bilərik ki, molekullar daha sıxdır, bəzi yerlərində seyrəkdir. Burada əslində rəqsi hərəkəti, yəni rəqs mənbəyinin rəqsi hərəkəti baş verir. Rəqsi hərəkət ümumiyyətlə sağa tərəf, rəqs mənbəyi daha doğrusu, rəqs mənbəyi sağa tərəf hərəkət etdikdə bu zaman zərrəciklər daha sıx formada olur. Amma sola tərəf hərəkət etdiyindən zərrəciklər arasında müəyyən boşluqlar yaranır, seyrəkləşmə yaranır. Yəni, bu növbə ilə təkrarlanır. Yəni, sağa və sola doğru hərəkət edərək təkrarlandığından burada da uyğun olaraq sıxlaşma və seyrəkləşmələr yaranır. Dərsimiz bu qədər. Ümumiyyətlə, biz bugünkü dərsimizdə sizinlə mexaniki dalğalar və onların növləri ilə tanış olduq və öyrəndik ki, mexaniki dalğanın yaranması üçün mütləq şəkildə rəqs mənbəyi olmalıdır, elastik mühit olmalıdır. Mühitdə dedik ki, bərk maye qazlardan ibarətdir və həmçinin mexaniki dalğaların yayılması zamanı öyrəndik ki, maddə daşınması baş vermir, yalnız enerji daşınması baş verir. Mexaniki dalğaların növləri ilə də tanış olduq. Bildik ki, mexaniki dalğanın əsasən 2 növü var və onlar bir-birinin hansı xüsusiyyətlərinə görə fərqlənir. Həmçinin öyrəndik ki, mexaniki dalğaları növlərinə aid təbiətdə hansı nümunələrə rast gəlmək olar. Sonda da həmin bu mövzuya aid bəzi tapşırıqlara sizinlə baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.